Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə yaxud əskəri ləvazimatla təchiz etmə, həmçinin Azərbaycan Respublikası vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri, dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, dini düşmənçilik zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, yaxud bu məqsədlə döyüş təlimləri keçmə, yaxud həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma, eləcə də həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə və digər hüquqa zidd əməllərin törədilməsinə görə Azərbaycan Respublikasının vətəndaşları Heydərov Zaur Naiboğlu, Əzizov Elbrus Nurməmmədoğlu, Talıbov Vaqif Musoğlu, Ağcabəyov Rufan Şərəfəddinoğlu və İsmailov Elşən Aydınoğlu şübhəli şəxs qismində tutulublar. Faktlarla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən cinayət işləri başlanılıb. Heydərov Zaur Naiboğlu, Əzizov Elbrus Nurməmmədoğlu, Talıbov Vaqif Musoğlu, Ağcabəyov Rufan Şərəfəddinoğlu və İsmailov Elşən Aydınoğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarları ilə barələrində həbs qəti imkan tədbirləri seçilib. Müəyyən edilib ki, Zaur Heydərov, Elbrus Əzizov, Vaqif Talıbov, Rufan Ağcabəyov və Elşən İsmailov 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən İslam Dövləti, Cəbhətül Nüsra və Cundu Şam terrorçu təşkilatların fəaliyyətində iştirak ediblər. 2013-cü ildə Suriya Allah yolunda cihada çıxmışam. Orada olduğum müddətdə Xalid dayının qruplaşmasında olmuşam. Ştab idi, hərbi ştab. Orada ştabda qalırdıq biz. 2013-cü ilin dekabr ayında getmişəm. 2014-cü Suriyaya getmişəm. Nə məqsədlə? Vuruşmağa getmişəm. İstanbul'a düşdüm. İstanbul'da aldım bilet, getdim Qaziantep'e. Hara getdiniz Qaziantep'dən? Qaziantep'dən geçtik Suriye tərəfə. Siz orada necə qanuni keçmişsiniz sərhədi? Hansı qaydanı? Xeyr, orada qanunsuz keçmişik. Orada şəriət dərsləri keçirdilər. Ondan sonra yəni orada kim var, hansı istəyir oranı götürür, seçir gedir. Mən də yəni ki Rövşənin yəni adını çəkdim. Biraz baş pozulluq idi yəni ki belə kimi. Hansı mənada xahiş edirəm onu izah edəsiniz? Yəni döyüşlər gedirdi, yəni ki yəni ya 4-5 dənə orada şey var idi ki, yəni ki bir-birlərinə girmişlər, yəni ki qruplaşmalar var. Ona görə də oranı tərk etmək məcburiyyəti. Hansı qruplaşmalar idi o? Yəni orada Ahrar Şamdır, Nüsrə Cəbhəsidir. Necə bir-birinə mübarizə aparırdı? Mübarizə aparırdı yəni ki, belə ki. Bundan sonra nə oldu? Yəni 23 Bundan sonra götürdüm ailəmi, çıxdım oradan. 2013-cü ilin iyun ayı, avqust, sentyabr aylarıydı. Avqust, iyun ayları? İyun aylarındaydı. İnternetdə xattabın çağırışına baxdım. Suriya getdim. Necə getdiniz? Türkiyə vasitəsilə Hatay vilayətindən keçdim, getdim. Nə təlim keçirdi? Döyüş taktikasıdır. Sonra? Bir də o. Yəni silahların istifadəsi. Döyüşdə iştirak eləmişsiniz? Bir dəfə. Həbs olmuşam 90-cı ildə 2 il icbari, 95-ci ildə 5 il və 2001-ci ildə 11 il. 2012-də həbsdən buraxılandan sonra televizorun xəbərlərində gördüm ki, Suriya torpağında İslam dövləti yaradılıb və istədim gedim orada həyatımı qurum. 2014-cü ilin yanvarın 1-i çıxıb getmişəm Türkiyəyə. Türkiyədən Qaziantep şəhərindən avtovağzalda bir ərəblə tanış olub, xahiş eləmişəm ki, məni köçülsün Suriya torpağına və o məni köçürdüb Suriya torpağına, qeyri-qanuni yoluna, qaçaq yoluna. Orada görmüşəm ki, yerli ahali mühacirləri, yəni qıraqdan gələn orada yaşayış qurmaq istəyən insanları görmək istəmirlər və onlar bizim əqidəmizlə düz gəlməmədiyə görə mənə dedilər ki, çıxın gedin öz ölkələrinizə. Biz öz İslamımızı qurub özümüz nətər istəyirlər də yaşayacağıq.
Cinayət işləri üzrə bütün halların araşdırılması, bu hüquqa zidd əməllərin digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində istintaq əməliyyat tədbirləri davam etdirilir. Sevda Cəfərova, Elmin Laçınov, Azərtac.